Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, və əsəlükə qalbən səlimən. Fikir verirsiniz, hamısı elə bir şeylər istəyib ki, Allah Rəsulü, hamısı bütün dindir bura. Sanki bu, yəni dərinə gelsək bütün dindir. Bu hər istəyin, xüsusilikdə hər biri bütün dinə bərabərdir sanki. Yəni dini bunlarsız təsəvvür etmək mümkün deyil. Deyir ki, səndən salamat qəlb istəyirəm. Yəni salamat qəlb mövzusu demək olar ki, yəni şəri vaazların, şəri nəsihətlərin özəyidir. Yəni insan əgər müvəffəq olmaq istəyirsə, gərək qəlbinə baxsın. Və necə ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, ələ və innə fil cəsədi muduğa, İzə saluhət saluhəl cəsədu kullu və izə fəsədət fəsədəl cəsədu kullu. Əgər bilin və agah olun ki, bədəndə bir ət parçası var, əgər salamat olarsa, bütün bədən salamat olar. Əgər o fəsad olarsa, bütün bədən fəsad olar. Ona görə Allah Azza və Cəllə Quran-ı Kərimdə hətta dəvət mövzusunda qəlbə işarə edir. Deyir ki, وَلَوْ كُنْتَ فَضَّنْ غَلِيزَ الْقَلْبِ غَلِيزَ قَلْبِ. Deyir ki, sən deyir ki, sərt qəlbli olsaydın, və deyir ki, sərt qəlbli olmaq insana dəvətdə fayda vermir. Deməli, insan yumuşaq olmalıdır. Qalizəl qalb lənfaddu min havlik. Lənfaddu min havlik. Sən ətrafından dağılıb gedərlər. Yəni, qəlbinə fikir ver. Demək istəyir ki, qəlbinə fikir ver. Və həmçinin Allah Azze və Cəllə, yəni Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, la yəstəqimu imanu abdin həttə yəstəqimə qalbuhu. Bax, iman düz olmaz, qulun deyil, hətta qəlbi düz olmadıqca. Və la yəstəqimə qalbuhu həttə yəstəqimə lisanuhu. Deyir ki, qəlbi də düz olmaz, hətta dili düz olmadıqca doğru olmaz. Deməli, mütləqdir ki, insan qəlb və dilə diqqət etsin. İbn-i Qayyim, rahiməhullah, buyurur ki, qəlbin bədən üzvlərində olan misalı, yəni ordu başçısının orduya olan misalı kimidir. Hər şey qəlbdə başlayır. Ona görə insan daima qəlbi üçün dua etməlidir. Ya muqallibəl qulub, səbbit qalbi alə deyir. Nə qədər Allah Rasulü sallallahu aleyhi ve sellemdən yəni, hədislər var. Və həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem namaza başlayanda qəlbinin təmizliyini istəyib Allahdan. Bilirsiniz, namaza başlayanda cürbəcür dualar var. Hətta biz bu duaları şərh silsiləsində o dualardan bəzilərinə toxunmuşuq. Deməli, o dualardan biri hansıdır? Yəni, Allah akbar deyirsən, namaza başlayırsan, deyirsən ki, Allahümmə bə'id beyni və beynə xatayəyə kəmə bə'əttəl beynəl məşriq vəl məğrib. Allah məni günahlarımdan məşriqdən məğrib uzaq olduğu qədər uzaqlaşdır.